Elə oldu ki, mən özüm təyyarə bileti ilə aldım, çıxdım, getdim. Yenə oradan soruşdum ki, cəsəd hardadır, məlumat vermədilər. Dedilər, Rəşdədir. Getdik, Rəşdi gəzdik, tapa bilmədik, orada yox idi. Orada məlumat verdilər ki, bəs Əncəldədir. Getdik Əncəlliyə. Oradan da hərəsi 2-3 saat yoldur. Elə bir ki, bir gün içində tapdım onu. Tapdım, ondan sonra dedilər, sənəd yığın. 2 günə sənədləri yığdıq, polisdən, məhkəmədən yığdıq. Sonra dedilər ki, deyinti verin. Deyintini də verdim. Sağ olsun Vəli dadaşı, o rəis, məhkəmə, hamısı canla başla qolluq elədilər. Allah köməkləri olsun. Orada tətil olduğuna görə biraz mən yubandım. Onlar köməklik çox elədi. Deyintinin cavabı əslində 2 ay çıxırdı. 45 günə, 4 günə oranın deputatı, Astaranın deputatı Vəli doktor dadaşı görüşdüm ondan. Mənə dedi ki, narahat olma, siz bizim qardaşımızsınız, mən sizə köməklik eləyərəm. Köməklik elədi, sağ olsun. Səyid kişi qabağa düşdü, Allah canını sağ eləsin. Ondan sonra məhkəmə, polis, hər bir şey, ondan sonra işlər biraz da çətinləşdi. Bizi göndərdilər miqrasiyaya, ondan sonra doğum yerinə, şəhadətnamə almağa, sonra Xarici İşlər Nazirliyinə. Hələ bir həftə çəkdi belə. Ondan sonra yenə başladılar sənəd istəməyə. Şimdi ondan sonra axırıncı günüm idi, bugün 14 gün. Daha ki, bir dənə polisin Rəşdə peçatı qaldı vurmağa. Sağ olsun oranın qubernatoru, doktor Rəşdin prezidenti, ümumi hamısı bizi qəbul elədi. Bizim sözümüzə qulaq asdı. Dedi ki, narahat olmayın, biz bütün hər bir şey, bu günləri mən sənə söz verirəm, bütün orada elə bir ki, idarələrə zəng elədilər ki, bütün bizim sənədlərimizi bir gün içində hamısını həll elədilər. Həmən polis rəisləri bugün işdə yox idi. Onlar özləri həll elədi. İranda elə bir ki, onu həll elədilər. Biz onu özümüz həll eləyərik. Sən narahat olma, cənazəni götür, ged Azərbaycana. Bütün sənədləri verdilər, götürdüm, gəldim Azərbaycana. Çox sağ olsunlar, minnətdaram. Bizdə də burada Əlif Ağa müəllim var, konsulluqda köməklik elədi. Allah canını sağ eləsin. Çox sağ olsun, minnətdaram onlara. Allah köməklər olsun, sağ-salamat gətirdik, cənazəmizi dəfn elədik, cənazəni. Allah bütün kim köməklik eləyib, çəkçilər olsun, sağ olsun, Allah köməkləri olsun, bütün ölənlərini rəhmət eləsin.